Azərbaycan kinosunun əfsanəsi xalq artisti Rasim Balıyevin vəfatı sənət cəmiyyətini dərindən sarsıdıb. Tanınmış aktrisa Məlayət Abbasova sənət dostunun itkisi ilə bağlı xatirələrini bölüşərək onun son günləri və aralarındakı səmimi münasibət barədə söz açıb. Doğru Xəbər Azərbaycan İTV İsraildən xəbər verir ki, aktrisa sənətkarın ölüm xəbərini sosial mediadan öyrəndiyini və böyük sarsıntı keçirdiyini bildirib. Instagramda paylaşımı görən kimi dərhal təyyarə biletlərinə baxmağa başladım. Bu, Azərbaycan sənət cəmiyyəti üçün yeri doldurulmayacaq çox ağır bir itkidir. Bir əfsanə getdi. Məlayət Abbasova Rasim Balıyevlə mütəmadi əlaqə saxladıqlarını və ötən il birlikdə yeni bir serial layihəsində iştirak etməyi planlaşdırdıqlarını qeyd edib. Aktrisa sənətkarla sonuncu dəfə yeni il bayramında danışdıqlarını vurğulayıb. Mənə göndərdiyi son səs yazısı hələ də durur. Orada mənə demişdi ki, mən onu nə qədər çox istəyirəmsə, o da məni ondan da çox istəyir. Heyf ki, son günlərində onu ziyarət edə bilmədim. Aktrisa onu görə bilmədiyini deyib. Oğlu ilə danışdım. Mənə dedi ki, atasının vəziyyəti ağır olduğu üçün heç kimlə görüşmək istəmir. O halda görünməyə utanırdı. Kaş ki, vəziyyətinin bu qədər ağır olduğunu bilərdim. Bilsəydim, hər hansı bir şəraitdə, hansısa yolla olsa belə, onu mütləq sonuncu dəfə görərdim deyə aktrisa sözlərini əlavə edib.